İşləyən ana olaraq yarım fabrikatlar hazırlayıb dondurucuda saxlayıram. Cəmi 1-2 saat vaxt sərf edərək təxmini bir həftəlik yemək hazırlayıram. Ötən dəfə təkcə mal ətindən hazırlayıb dondurucuda saxladığım yeməkləri paylaşmışdım. Bu dəfə isə həm mal ətindən, həm də toyuq ətindən olanları paylaşıram. Aldığım toyuq qanadlarını yaxşıca yuyuram, daha sonra orta hissədən 2 yerə bölüb ədviyyatlayıram. Silikon örtük üzərinə hər birini tək-tək düzərək dondururam. Dondurulmuş halda qabda saxladıqda istədiyimiz zaman çıxardıb sobaya atmaq və yaxud da yağda qızartmaq olar. Toyuğun bu dibi hissəsini jülyen şəklində doğrayıb duz və istiot əlavə edirəm. Streç üzərinə əlavə edib rulon formasında bükürəm. Belə olduqda istənilən zaman doğrayıb ya dönər hazırlamaq olar və yaxud da ki makaron, kartofla bişirmək olar. Toyuğun sinətini xırda şəkildə doğrayıram. Üzərinə kartof, kök, sarımsaq, duz, istiot, yumurtanın sarısı və yumşaqlıq verməsi üçün mayonez əlavə edib blenderdan keçirdirəm. Suxarı əlavə etdikdən sonra əlimi yağlayıb əlimlə forma verirəm. Hazırladığım kotletləri silikon örtük üzərinə əlavə edərək tək-tək dondururam. Mal ətini isə əvvəlcə ətli və sümüklü hissələrini bir-birindən ayırıram. Sümüklü hissənin üzərinə soğan, ədviyyatlar, su və duz əlavə edərək qaynadıram. Digər hissəni isə ət maşınından keçirdirəm. Çəkdiyim ətin bir hissəsinə soğan əlavə edərək qovururam. Qovurulmuş ətin üzərinə xırdalanmış şüyüd əlavə edirəm. Beləliklə bilinci kiçliyimiz hazır olur. Adətən bəzi bölgələrimizdə bilinci kiçliyinə düyü də əlavə edirlər. Əvvəlcədən hazırladığım bilincik yuxalarının üzərinə ətdən əlavə edib bükürəm. Saxlama qablarına əlavə edərək ağzı bağlı şəkildə dondurucuda saxlayıram. Bu bilinciklərə daha çox oğlumun məktəb çantası üçün hazırlayıram. Bu müddət ərzində qaynamağa qoyduğum ətlərimiz də tam bişib yumşalmış olur. Bişmiş əti də sümükdən ayırıb xırda doğrayıram. Saxlama qabına əvvəlcə doğradığım ətləri və üzərinə su əlavə edərək ağzı bağlı şəkildə dondurucuda saxlayıram. İstədiyim zaman suplarda və yaxud da boşda və eyni zamanda bəzən içərisinə xırda kartof doğradıqda da çox dadlı alınır. Dondurucuda saxladığım və rayondan gəlmiş nəhrə yağını da ərdirəm. Bilincik yuxamdan bir qədər artıq qalmışdır və bunu isə kəsmikli içliklə hazırlayıram. Kəsmikli içliklə az hazırladığıma görə dondurucuda saxlamadım, elə anındaca qızartıb nuş etdim. Onu da deyim ki, mən bilinciki kəsmiklə daha da çox sevirəm, reseptini açıqlama hissəsində qeyd edəcəm. Və budur, işimi asanlaşdıracaq yarım fabrikatlar hazırdır. Keçən dəfə paylaşmışdım deyə kələm dolmasını paylaşmadım, yəni mal ətinin bir hissəsindən kələm dolması da hazırlamışdım. Video maraqlı oldusa bəyənməyi, kanala abunə olmayı və rəy yazmayı unutmayın. Hələlik!